İnsanın ən gözəl xüsusiyyəti onun zahiri görünüşü deyil. Təbii ki, daxili gözəlliyi, xarakterini birləşdirən o gözəl keyfiyyətlərdir. Əxlaqlı insanı gözlərinə baxaraq hiss eləyirəm, baxışı ilə. Əxlaq görünməyən bir tacdır. Bəzən bir baxışla təzahür edir. Elə işləyin ki, işlədiyiniz yerdə. Elə xanım kimi olun ki, hamı, tüm qadınlar xanım olmağa can açsınlar. Xanım. Xanım Fatimə Zəhra bir ana kimi, gözəl ana, mükəmməl həyat yoldaşı, cəmiyyətdə fəal ictimai xadim olub. Fatimə Zəhra xanımın o dövrdə, yəni düşünün ki, o dövrdə qadınların bircə gözü görünən vaxtlar idi. Qadının o qədər məhdudiyyətləri var idi. Buna rəğmən öz həyat yoldaşına hörmət və sevgi görüb. Gözüm telefonuma zəng gəlir ki, Rövşən, tez xarici pasportu göndər mənə. Dedim, nə məsələdir? Tez mütləqdir. Bir adam var deyib ki, Rövşəni göndərir Kərbəlaya. Tez bu dəfə bizimlə getməlidir. Yəni, bu adamların, bu əhl-i beytin səninlə olan təmasıdır. Neynədim ki, bir də sadəcə istəyim vardı getmək. Bir elədi, ona min gəldi. İnsan da həmişə bir şeyi, bəzən biz kimdənsə nəsə istəyəndə, umanda və ya nədənsə küsəndə birinci sualı özümüz verməliyik ki, bəs sən nə vermirsən? Fatimə Zəhrada olan xüsusiyyətlər ümumiyyətlə Azərbaycana aid deyil bu. Bütün dünya xanımlarına aiddir ki, onda olan xüsusiyyətlər indiki zamanda da olmalıdır xanımlarımızda və bu gələcəkdə də olmalıdır.